Herkese salam. Bugün güvən test toplusunda yer səthinin relyefi bölməsinə baxırıq. Gəlin başlayaq. Bir klasteri tamamlayın. Okean səviyyəsindən yuxarıda yerləşir. Denudasyon düzənlidir. Zəlzələ və müasir dağ əmələ gəlmə zonasına daxildir. Ada Meksika yaylası verib. Meksika yaylası həm okean səviyyəsindən yuxarıda yerləşir, həm denudasyon düzənlidir, həm də seysmik zonadadır. Yəni A doğru variantdır. Digərlərinə də baxaq. Bir Amazon ovalığı olmaz, çünki həm denudasyon deyil, ovalıqlar akkumulyativdir, yaylalar denudasyon. Həm də ki, zəlzələ zonasında deyil. Əhəkkar yaylası da həmçinin zəlzələ zonasında deyil. Şərqi Avropa düzənliyi də zəlzələ zonasında deyil. Qərbi Avstraliya yaylası da zəlzələ zonasında deyil, platformadadır. A variantı oldu bizim cavabımız. 2. Buzlaq relyef formalarının üstünlüyü təşkil etdiyi ərazilər. Lavrinti yüksəkliyi əsasən 4-cü dövr buzlaşmasına məruz qalmış əraziləri Şimali Amerika və Avrasiyanın şimalındakı düzənlikləri götürürük. Lavrinti yüksəkliyi Kars platosu deyil, Cənubi Avropadır. Skandinaviya dağları, bəli, doğrudur, məruz qalıb 4-cü dövr buzlaşmasına və buzlaq relyef formaları var. Dekan yaylası deyil, Hindistandadır. Darfur massivi də deyil, Afrikadadır. 1-3 A variantı oldu bizim cavabımız. 3. Ural dağlarına aid xüsusiyyət Kordilyer dağlıq sistemi ilə eyni yaşdadır. Bu yanlış fikirdir. Ural dağları Kaleodon Hertzin dağ əmələ gəlmə mərhələsidir. Kordilyerin şərqi Mezozoik, Kimmeri, qərbi isə Alp dağ əmələ gəlmə mərhələsinə aiddir. Buna görə A yanlışdır. Kainozödə təkrar fəallaşmağa başlayıb, fəallaşan dağlar Tianşan Altay sayandır. Paleozoy erasında yaranıb, tamamilə doğrudur. Ural dağları Paleozoyda yaranıb. Aid olduğu qitənin ən uca zirvəsi yerləşir. Yanlışdır. Ural dağlarının ən hündür zirvəsi 1895 metrdir. Litosfer havalarının konvergent sərhədində yerləşmir. Ümumiyyətlə hava sərhədində deyil. C variantı oldu bizim cavabımız. 4. Qədim platform üzərində yerləşən və allüvial çöküntülərlə örtülü olan düzənlik. Qərbi Sibir cavan platformada yerləşir deyə götürmürük. Turan yenə cavan platformada götürmürük. Böyük Çin düzənliyi həm qədim platformada yerləşir, həm də allüvial çöküntülərlə zəngindir. C variantı olur bizim cavabımız. Allüvial çöküntülər, yəni çayların gətirdiyi çöküntülərdir. Kür-Araz ovalığı qədim platformada yerləşmir, Kür-Araz ovalığı geosignalda yerləşir. Nallar bor düzənliyi də qədim platformada yerləşsə də allüvial çöküntülərlə örtülü deyil. C variantı oldu bizim cavabımız. 5. Alp və Apennin dağları ilə əhatə olunan düzənlik bu Padan ovalığıdır. Padan ovalığı Alp və Apennin dağları ilə əhatə olunmuşdur. Gəlin xəritədə də sizə göstərib, xəritədə baxaq. Avropa qitəsinin relyef xəritəsində biz bunu görə bilərik. Baxın, Alp dağları və Apennin dağlarının arasında diqqət edək burada. Padan ovalığı. Gördüyünüz kimi burada Padan ovalığı yerləşir. Alp dağları buradadır. Apennin dağları da buradadır. Yəni, Padan ovalığı Alp dağları və Apennin dağlarının arasında yerləşən, akkumulyativ və geosignalda yerləşən bir düzənlikdir. Qaydayaq testimizə. 6-ya baxaq. Gviyana yaylasının Braziliya yaylasından fərqləndirən xüsusiyyət. Deməli, Cənubi Amerika platformasının enaz sahəsidir. Bu fərqli xüsusiyyət deyil. Deməli, zəngin boksit ehtiyatlarına malikdir. Gviyana yaylasında boksit ehtiyatı yoxdur. Cənubi Amerika platformasının qalxan sahəsidir. Braziliya yaylası da qalxan sahədir. Ona görə biz bunu fərqli cəhət götürə bilmirik. Denudasyon düzənlikdir. Hər ikisi denudasyon olduğuna görə götürə bilmirik. Əksər hissəsi ekvatordan şimalda yerləşir. Bəli, Gviyana yaylasının çox hissəsi ekvatordan şimalda yerləşir. Braziliya yaylasının çox hissəsi isə ekvatordan cənubda yerləşir. E variantı oldu bizim cavabımız.
7. Himalay dağları cənubdan hansı düzənlik ilə həm sərhəddir? Himalay dağları cənubdan Hind-Qanq ovalığı ilə həm sərhəddir. Gəlin yenə Asiyanın xəritəsinə baxaq. Himalay dağları dünyanın ən hündür dağları burada yerləşir və cənubunda da hansı ovalıqdır? Hind-Qanq ovalığı yerləşir. Şimalında isə artıq Tibet yaylası götürürük. Himalay və Kunlun dağları arasında Tibet yaylası yerləşir. 8. Xəritə sxemasının işarələnmiş bölgələrdən hansında fiziki aşınma intensiv gedir? Fiziki aşınma deyirsə, biz səhraları götürməliyik. Fiziki aşınma, temperatur təsiri ilə aşınma. Əlbəttə ki, burada olacaq 3. Böyük səhranın yerləşdiyi ərazi Afrika 3. C variantı. Şəkildə hansı proses təsvir olunmuşdur? Bu sürüşmə prosesidir. Sürüşmədir. Gördüyünüz kimi torpaq sürüşür, ağac burada aşır. Bu sürüşmə prosesidir. Abraziya adlanır. Abraziya dalğaların dağıcı fəaliyyətidir. Baxaq variantlara. Quraq ərazilərdə küləklərin dağıcı fəaliyyəti deflyasiyadır. Dağlıq ərazilərdə buzlaqların qazınma işi deyil, buzlaqlar ekstrasiyadır. Səthdən yer altına süzülən suxurların oradakı suxurları yuyaraq boşluqlar əmələ gətirməsi bu karst prosesidir. Okean və dəniz sahildə dalğaların dağıdıcı fəaliyyəti abraziyadır. D variantı doğrudur. Abraziya dalğaların dağıdıcı fəaliyyətidir. Kimyəvi aşınmanın daha intensiv getdiyi ərazilər. Kimyəvi aşınma suyun təsiri ilə olan aşınmadır. Fiziki aşınma səhralarda olur. Kimyəvi aşınma isə rütubətli ərazilərdə olur. Biz də burada Amazon, Kongo hər ikisi ekvatorial ərazidə rütubətlidir. Kimyəvi aşınma aktiv gedəcək. Həm Amazonda, həm də Kongoda. Zəlzələ və müasir dağ əmələ gəlməz zonalarında yerləşən ovalıqlar, yəni geosignalda yerləşən ovalıqları biz seçməliyik. Orinoco Qərbi Sibir platformada yerləşir. Almaniya, Polşa, Turan. Almaniya, Polşada platformada yerləşir. Turan özü də elə platformada yerləşir. Mississippi La Plata platformadır. Kür-Araz Padan geosignalda yerləşir. Kür-Araz Padan geosignalda yerləşir. Qərbi Sibir platformadır. Padanı az əvvəl dedim, Alp və Apennin dağları arasında yerləşir. Kür-Araz da Qafqaz dağları arasında yerləşir. Geosignal ərazidir. 13. Qədim faylı dağlardır. Avrasiya materikində yerləşir, meridional istiqamətdə. Meridional deyən kimi ağlımıza ilk olaraq Ural dağları gələcək. Appalaç Amerikadadır, Avrasiyada deyil. Altay qədim faylı deyil, qırışıq faylıdır. Tianşan Altay sayən qırışıq faylıdır, çünki Kaynozoyda aktivləşib. Qafqaz qırışıq dağdır, faylı deyil. Krım dağları da cavan dağdır, faylı deyil. Həmçinin meridional istiqamətdə uzanması da göstərir ki, Ural dağlardır, şimaldan cənuba. 14. Doğru sıraları müəyyən edin. Çay eroziyasına verib ki, bizdə yarğan və fjord. Fjord buzlağın təsiri ilə, belə ki, Skandinaviya yarımadasında 4-cü dövr buzlaşmasına məruz qalan ərazilərdə dəniz sahilinin quruya daha çox daxil olması və çıxıntılar yaratması ensiz dərin körfəz deyirik biz fjorda. Ensiz dərin körfəz. Yəni çay eroziyasına deyil o. Eol prosesi Barxan düyün tamamilə doğrudur. Eol səhralarda Barxan və düyün. Abraziya dalğaların dağıcı fəaliyyətidir. Mağara və Troq dərəsinin dalğalara aidiyyatı yoxdur. Karst prosesi mağaraları yaranır, Troq dərəsi yaranmır. Troq dərəsi buzlağın təsirilə yaranır. Eksorasiya, yəni buzlağın dağıcı fəaliyyəti sirkar tamamilə doğrudur. 2-5 D variantı. Akkumulyativ düzənlikləri müəyyən edin. Akkumulyativ düzənliyi deyəndə biz ovalıqları götürməliyik. Denudasiyada isə yayla götürürük, akkumulyasiyada isə ovalıq götürürük. Amazon ovalıqdır. Efiopiya yayladır, götürmürük. Orta Dunay ovalığıdır, Patagoniya yayladır, götürmürük. Şərqi Avropa ovalığıdır, Qviyana yayladır, götürmürük. Mesopotamiya ovalığıdır, Tibet yayladır, götürmürük.
Orinoco ovalıqdır, Lənkəran ovalıqdır, Qərbi Sibirdə ovalıqdır. Oldu bizim cavabımız. Yeni ovalıqları müəyyən edək. Aşağı Dunay ovalıqdır, Padan ovalıqdır, Hindqanq ovalıqdır. A variantı oldu bizim cavabımız. B-də Orta Sibir yayladır, C-də Efiopiya yayladır, D-də Qərbi Sibir yayladır, Anadolu da yayladır, Qərbi Avstraliya, Qərbi Sibir oxudum istəyirəm. Qərbi Avstraliya yayladır, Anadolu da yayladır. Y-də Tibetdə, Şərqi Afrikada yayladır. Cavab oldu 16-da A variantı. 17-də denudasyon düzənlikləri seçin. Denudasiya deyirsə, artıq biz yayla götürürük. A-da Braziliya yaylası doğrudur. Qərbi Avstraliya yaylası Dekan yaylası. A tamamilə doğrudur. Volqa boyu yüksəklikdir. Almaniya, Polşa ovalıqdır. Hindqanq ovalıqdır, götürmürük. Xəzəryanı ovalıqdır, götürmürük. Səhvdir, götürmürük. Orinoco ovalıqdır, götürmürük. Böyük Hövzə deməli yayladır. Qərbi Sibirsi ovalıqdır, ona görə götürə bilmirik. A oldu bizim cavabımız. Qədim dağ sistemləri. Karpat Cavan dağdır, götürmürük. Appalaç qədimdir, götürürük. Deməli, Sayan qırışıq faylıdır, amma qədimdə yaranıb deyə biz onu qədim dağ kimi götürə bilərik. Amma qırışıq faylı desə götürə bilərik. Əjdaha qədimdir, götürürük. Pamir Cavandır, götürmürük. Elbrus Cavandır, götürmürük. 2, 3, 4 B variantı. On 19. 200 metrə qədər dərinliyi əhatə edir. 200 metrə qədər dərinlik şelfdir. Və materik dayazlığı. 200 metrə qədər. Səthin nisbətən hamar və az meyilli olub, əslən materik mənşəli çəkmə sularla örtülüb, bəli şelf uyğun gəlir. Ən geniş zona Şimal Buzlu okeanıdır. Verilmiş əlamətlər okean dibinin hansı relyef formasına aiddir? C variantı materik dayazlığı şelfə aiddir. 20-də müvafiq olaraq seçin. Geosignalda yerləşən yayla, platformada yerləşən yayla. Biz bilirik ki, iki geosignal qurşağı var. Alp Himalay və Sakit Okean odlu qövsü. Bəzən Ant-Kordilyer hesablanır, bəzən hesablanmır. Rəstin 2 dənə hesablanır. 2 seismik zona götürülür. Və biz də baxaq hansı harda yerləşir. Meksika, bəli, geosignalda yerləşir. Anadolu geosignaldır. Vienna platforma, Braziliya platforma, İran geosignaldadır. Alp Himalay geosignal qurşağı, Orta Sibirdə platforma. 1, 2, 5, 3, 4, 6 E variantı. Hansı dağlarda moren tirələri, təpələri və Turok dərə? Moren tirə, Turok dərə, bunlar buzlağın təsiri ilə yaranmış relyef formalardır və biz bunu götürməliyik. Harda buzlaqlar varsa və 4-cü dövlət buzlaşmasına məruz qalıbsa ora, böyük su ayrıcı da yoxdur. Appalaç deyil, yəni hündürlüyü çox aşağıdır. Əjdaha deyil, Krımda da 1545 o qədər də yayılmayıb. Ən çox Skandinaviyada yayılıb. Skandinaviya yarımadasında çox yayılıb. 2. Eksorasiya nəticəsində yaranan relyef formaları. Eksorasiya buzlaq təsiri ilədir. Buzlaq. Qobu deyil, qobu yarğanın son formasıdır. Düyün küləyin təsiri ilə səhralarda Turok, kar, delta çaydır. Sirk, bəli. 3, 4, 6 eksorasiya buzlaq təsiri ilə yaranıb. Hansı ərazilər polder adlanır? Niderlandda qurudulmuş ərazilər. Belə ki, su basır ərazini, çökmə əsasında su basır və qurudulan ərazilər polderlərdir. Ada deyir, iqlimi çox quraq keçən ərazi xeyir. Ensiz sıldırımlı dərin körfəzlər, B artıq fiorddur deyil. Uca dağlardakı buzlaqların aşağı doğru hərəkət edərək əmələ gətirdiyi meyli dərələr deyil. Çoxlu bəndlər və kanallar çəkilməsi yolu ilə dəniz sularından mühafizə edilən ərazilər, bəli, xüsusi qurğularla dəniz sularından qorunan, dəniz sularının qurudulduğu ərazilərdir. Daimi donuşluq zonalarında ilin müəyyən vaxtlarında buzların əriməsi nəticəsində yaranan çəkilliklər xeyir deyil. Avropadadır bu polderlər. Bax 24-də buzlaq, axarsu və külək mənşəli müvafiq relyef formalarını müəyyən edin. Buzlaq, axarsu, külək. Kar buzlaqdır. Doğrudur. Meandr suyun təsiridir, düyün küləkdir. Tamamilə doğrudur A variantı. Məsələn, B-də gətirmə konusu buzlaq deyil, suyun təsiridir. C-də delta, estuari hər ikisi suyun təsiridir. A variantı doğru cavabdır.
Baxaq 25-ci suala. Müvafiq olaraq eksarasiya davamı görünmür. Eksarasiyanı görürəm burada. Bir də yəqin ki su eroziyası deyir. Gəlin təqribi tapaq. Kar buzlaqdır. Barxan küləkdir. Kanyon da suyun təsiri ilə yaranır. Yəni ona görə 1 və 3-cü fikirlər uyğundur. 2 axırda baxarıq. Kar eksarasiyadır. Buzlaq. Düyün, külək, barxan da külək. Amma burada dediyim kimi böyük ehtimal su eroziyası yazılıb burada. Barxan isə küləyin təsiridir səhralarda deyil. Təknəvari dərə eksarasiyadır. Terras suyun təsiri ilə düyün yenə su eroziyası deyil deyə biz onu çıxırıq. Təknəvari dərə doğrudur. Çay dərəsi suyun təsiri, düyün yenə su eroziyası deyil, küləkdir, yenə çıxırıq. Edə morentirəsi buzlağın təsiridir. Bir də kanyon verib su eroziyası. Burada A və E-nin 3-cü formaları uyğun gəlir. Mən kitabda baxım hansıdır. Bir dəqiqə. Kitabın özündə baxdım. Orada küləyin təsiri ilə yazılıb. Barxan bizim cavabımıza uyğun olacaq. A oldu bizim cavabımız 25-dir. 26. Abraziya nəticəsində əmələ gəlmiş relyef forması. Abraziya dalğanın təsiridir. Dalğa təsiri ilə də dəniz terrası, yəni dalğanın sahilə vurması nəticəsində dəniz terrası yaranacaq. Troq buzlaqdır. Barxan küləkdir. Moren buzlaqda, Kars qıfıda, Kars yeraltı suların dağıcı fəaliyyətdir. 27. Aşağıdakı relyef formalarından hansılar eksogen təsirlə formalaşıb? Endogen daxilidir, eksogen xarici təsir. Xarici, yəni suyun, küləyin, buzun və s. Qraben endogendir. Horst endogen daxili proseslərdir, yəni qədim dağlardakı enmə və qalxmalar. Sahil xəttinin parçalanması, yəni endogen də ola bilər, eksogen də ola bilər. Qalxan, yarğan, çay dərəsi. Qalxanlar xarici təsirlə yox, endogen proseslər yaranır. C olmaz. Meandr xaricidir, düyün xaricidir, Graben horst xeyr daxili endogendir. Yarğan eksogen, barxan eksogen, düyün eksogen, meandr eksogen. Tamamilə doğru D variantı. Yan və dib eroziyanın növbələşməsi hansı relyef formasını əmələ gətirir? Yəni suyun təsiri ilə, eroziya suyun təsiri ilə, yan və dib eroziyada terrası əmələ gətirəcək. Növbələşməsi, yəni terras bu formadadır. Yəni sahil bu formadadır. Yan eroziya və dib eroziyanın növbələşməsi nəticəsində terraslar yaranır. 29. Barxanlar adlanır. Səhralarda küləyin təsiri nəticəsində yaranan qum təpələri tamamilə doğrudur. Barxan səhralarda yaranan qum təpələridir. Küləyin təsiri ilə yaranır. Və dəniz səviyyəsindən aşağı düşməsi terras deyil, xeyr. Troq dərələri aidiyyatı yoxdur, karst prosesi aidiyyatı yoxdur. Səthdən yer altına süzülən sular xeyr aidiyyatı yoxdur. Yəni barxan küləyin təsiri ilə səhralarda yaranır. 30. Litosfer tavalarının divergent ayrılma sərhədində yerləşir. Mərkəzi hissəsində rift dərəsi yerləşir ki, burada süxurların yaşı daha cavandır, fəal seysmikliyə malikdir. Verilmiş xüsusiyyətlər okean dibinin hansı relyef formasına aiddir? Divergent zonada orta okean silsiləsi yaranır. Bilir ki, iki okean tavası ayrılarsa, orta okean silsiləsi yaranır. Bu da C-yə uyğun gəlir. Nov konvergentləri götürmürük. Digər ərazilər isə litosfer tavalarının sərhədlərində yerləşmir. Ona görə 30-da bizim cavabımız olur C. Hansı dağlar orta hündürlüklü dağlar hesab olunur? Orta hündürlüklü dağlar 1000-2000 metr arası olan dağlardır. Ural 1895 bəli. Orta hündürlükdə. Alp 4807 hündür dağdır. Kordiller 6194 hündür dağdır. And 6959 metr hündür dağdır. Qafqaz dağlarda 5642 metr Elbrus hündür dağlardır.
Qobu adlanır. Qobu yarğanın son formasıdır. Yəni suyun təsiri ilədir. Adı deyir dağ buzlağının eroziyası nəticəsində. Yəni buzlağın təsirinin qobuya aidiyyatı yoxdur. Qobu əslində arid ərazilərdə formalaşır. Sonra buzlaqların əmələ yenə buzlaq deyir, götürə bilmirik. Normal faylə və bütöv sınma sistemi ilə əhatə olunmuş qraben. Xeyr, artıq burada endogen proseslərdən söhbət gedir. Qobuya aidiyyatı yoxdur. Platformaların bünövrəsinin az meyilli yamacları olan əyilmə sahəsi deyil. Müvəqqəti axar suların əmələ gətirdiyi relyef forması. Bəli, dedik ki, suyun təsiri ilə yaranır. Müvəqqəti axarlar qobunu əmələ gətirir. 34-də uyğunluğu müəyyən edir. Eksorasiya, abraziya və defilesiya. Yeraltı suların süxurları dağıdıb yuması. Yeraltı sular karst prosesidir, heç birinə aid deyil. Müvəqqəti axar suların dağıdıcı fəaliyyəti. Müvəqqəti axar sularda su eroziyası bu da yenə yoxdur burada. Buzlağın dağıdıcı fəaliyyəti eksorasiyadır. Okean və dənizdə dalğaların dağıdıcı fəaliyyəti abraziyadır. Küləyin dağıdıcı fəaliyyəti isə defilesiyadır. 1-ə 3, 2-yə 4, 3-ə 5 A variantı. 35. Sxemdə verilmiş əlamətlər hansı dağlara aiddir? Sakit Okean odlu halqasına daxildir. Burada dünyanın ən hündür vulkan zirvəsi, dünyanın ən hündür vulkanı Lülyəlyako, o da yerləşir Ant dağlarında. Quruda dünyanın ən uzun dağ sistemidir. Bəli, Ant dağları dünyanın ən uzun sistemidir. Bizə gedəcək Ant dağları E variantı. Böyük su ayrıcı, seismik ərazi deyil, vulkan da yoxdur orada. Kordilyerdə dünyanın ən hündür vulkanı zirvəsi orada yerləşmir. Axırı ikinci fakt əsasən biz cavabı tapırıq ki, dünyanın ən hündür vulkanı Lülyəlyako 6723 metr Ant dağlarındadır. Ona görə bizim cavabımız olacaq Ant dağları. 36. Doğru fikri müəyyən edin. Düzənliklər mənşəyinə görə denudasiyon və akumulyativ olur. Bu doğru fikirdir. Düzənliklər denudasiyon olur və akumulyativ olur. Faylı dağlar daha çox seismik zonalarda yerləşir. Əksinə, qırışıq dağlar seismik zonalarda yerləşir. Süxurların suda həll olub, tərkibinin dəyişərək dağılması fiziki aşınma, kimyəvi aşınmadır. Bu suda həll olması səhvdir. Süxurların kimyəvi aşınması arid ərazilərdə xeyir, fiziki aşınma ariddə gedir, kimyəvi humid ərazilərdə gedir. Edə düşməyib, amma A doğru cavabdır. Böyük ehtimal cavab çıxacaq. 37. Eksorasiya eol prosesləri nəticəsində yaranan morfoz klubdur. Morfoz klubdur, eksogen prosesləri nəticəsində yaranan relyef formasıdır. Morfoz struktur endogendir, morfoz klubdur, eksogen. Bir karsilik eksorasiya doğrudur. Barxan düyün eol A variantı tamamilə doğrudur. Karst qıfı eksorasiyon deyil. Gətirmə konusu eksorasiyon deyil. Eksorasiya buzlağın təsiridir. Yəni eksorasiyada buzlaq təsiridir. Eol isə küləyin təsiri ilə səhralarda yaranan relyef formasıdır. Qobu deyil, kar olar amma qobu olmaz. Düyün da deyil. Keçirik B qrup test tapşırıqlarına. 38-ci sualda qədim platforma üzərində yerləşir, alüvyal çöküntülərlə örtülüdür. Yayda şərqdən gələn mussonların təsiri ilə bol yağıntı alır. Mussonlar Asiya materiklərinin, daha doğrusu Avrasiya materikinin şərqi və cənub-şərqi üçün səciyyəvidir. Buna da Böyük Çin düzənliyi tamamilə uyğundur. Böyük Çin düzənliyi həm qədim platformada yerləşir, həm Yansız və Xuanxe çaylarının gətirdiyi çöküntülərlə örtülmüşdür, həm də musson küləklərinin buranın iqliminə böyük təsiri vardır. 39. Anadolu yaylası şimaldan və cənubdan müvafiq olaraq hansı dağlarla əhatə olunub? Şimaldan Pont, cənubdan Tavr, Cavan da Alp qırışıqlığına aid olan dağlardır. Kiçik Asiya yarımadasında şimalda Pont dağlardır, cənubda Tavr, onların arasında isə Anadolu yaylası yerləşir. 40. Aşağıda verilmiş xüsusiyyətlər hansı proseslərə aiddir? Cür yağışlar və qarların əriməsi nəticəsində baş verir. Seismik hadisə və təsərrüfat işləri zamanı daha da fəallaşır. Deməli, yüksək dağların daha çox meyilliliyə malik olan yamaclarında tez-tez baş verir. Əkin sahələri və yaşayış məntəqələrinə daha çox ziyan vurur.
Eksorasiya deyil, çünki gür yağış deyil. Eol səhralarda olur, aidiyyatı yoxdur. Sürüşmə olar, bəli, sürüşmə olar. Həm nəyə görə, həm gür yağışlar zamanı torpaq sürüşür, seysmik hadisə zamanı sürüşə bilir, təsərrüfata böyük ziyan vurur, bir də meylliliyin çox təsiri var. Yüksək meyilli ərazilərdə sürüşmə daha aktiv gedir. Kars deyil, vulkan deyil. C oldu cavab. Mütləq hündürlüyü daha çox olan yayla Tibet dünyanın ən hündür mütləq hündürlüyə malik olan yaylasıdır. Himalay dağlarının şimalında yerləşir, Himalay və Kunlun arasında yerləşir. Tibet oldu bizim cavabımız. 42. Karst presləri nəticəsində əmələ gəlib. Karst presləri nəticəsində mağaralar yaranır. B-də Postoy mağarası var. Sloveniyada dünyanın ən böyük karst mağarasıdır. Postoy mağarası olur bizim cavabımız. Uyğunluğu müəyyən edən alluvial düzənliklərin yaranma səbəbi, moren təpə və tirələrin yaranma səbəbi. Bir də 42-yə etdiyim ki, Kars presi testdə düşə bilər ki, hansı yarımadadır? Balkan yarımadası götürürük. Kars preslərin ən aktiv getdiyi ərazi Balkan yarımadası. 43-də deməli qaldıq ki, barxan və düyunların yaranma səbəbi, kanyonların yaranma səbəbi. Buzlaqların fəaliyyəti moren təpə və tirələri yaradır. Yəni buzlaq, moren və təpə. 2A. Relyefin çox meyilliliyi və asan yuyulan süxurların üstünlüyü tək. Bu artıq kanyonları yaradır. Yəni dağlıq ərazilərdə, meyilli ərazilərdə yumşaq süxurlar olduğuna görə su yuyur onu və kanyonlar yaranır. Çay çöküntülərinin toplanması, çay çöküntüləri alluvial düzənliyi yaradır. Eoldakı barxan və düyün səhralar. 1C, 2A, 3D, 4B, A variantı. Xəritə sxemində rəqəmlərlə verilmiş ərazilərdən hansılarını klasterdə verilmiş əlamətlərə aid etmək olar? Deməli, fiziki aşınma və küləyin təsiri. Fiziki aşınma deyirsə, artıq biz burada isti əraziləri götürürük. Eol relyef forması deyir, səhraları götürməliyik. Platformada yerləşir. Bax, 1 deyil, Mississippi ovalığı sahili deyil. 2 La Plata, deməli, La Plata hövzəsidir, orada fiziki deyil. 3 Böyük səhra tamamilə doğrudur. 4 Cənub-Qərbi Asiya, Ərəbistan tamamilə doğrudur. 5 deyəsən Cənubi Avropa verib. Səhv eləmirəmsə tam dəqiq görünmür. Yəni olmaz o. 6 isə Avstraliya verib, tamamilə doğrudur. Həm platformada, həm də səhralar səciyyə bilir. 3, 4, 6 D variantı. 45. Cavan qırışıq dağlara aiddir. Ant cavandır. Ural qədim, böyük su ayrıcı qədim. Getdi. Altay cavan qırışıq deyil. Altay qırışıq faylıdır. Kordilyer cavan, Apennin cavan, Sayan qırışıq faylı. Apalaç qədim dağdır, olmaz. Kopetdağ cavandır, Pamir cavandır, Qafqaz cavandır. E variantı doğrudur. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənlikləri müəyyən edin. Yəni yayla. 500 metrdən çox deyirsə, yaylanı götürürük. 200-ə qədər ovalıq, 200-500 arası. Yüksəklik 500-dən çox yayla. Mesopotamiya ovalıqdır. Səhvdir, götürə bilmirik. Orinoco ovalıqdır, götürə bilmirik. Tibet yayladır, Qərbi Sibir ovalıqdır, götürə bilmirik. Turan ovalıqdır, götürə bilmirik. Anadolu yayladır, Efiopiya yayladır, Givyana yayladır. E variantı tamamilə doğrudur. 47. Akkumulyativ düzənliklərdən səthi hamar və təpə və tirələrlə mürəkkəbləşmiş olanları müəyyən edin. Aha. Təpə və tirələrlə. Məsələn, təpə və tirə deyirsə, məsələn, Eolda barxanlar, düyunlar, qum tirələri, bu artıq təpə və tirəyə gedəcək də, 2-yə gedəcək. Yəni, 2-yə 2 gedəcək. Çünki Eol təpə və qum təpələri, qum tirələri yaradır. Buzlaq akkumulyasiyada moren təpələri, moren tirələri yaradır. Yenə bura gedəcək, 2-4-də. Alluvial düzənlik ilə dəniz düzənlikləri də gedəcək hamara. Yəni 1-ə 1-3, 2-yə 2-4 gedəcək. A variantı. Dağlara müvafiq gələn zirvələr. Atlasda Tupkal,
Skandinaviya qalxa-Pitkin, Alp Mont Blanc, Pamir Kongur. 1-ə B, 2-yə A, 3-ə C, 4-ə D, E variantı. 49. Venn diaqramında ştrixlənmiş hissəyə uyğun gələn əlamətlərin müəyyən edən akkumulyativ və denudasiyon düzənliklərdən, yəni sadəcə bizə denudasiyona aid olanları istəyir. Dağlıq ərazilərdə suxurların aşınıb dağılması və alçaq yerlərə aparılması. Yəni, aşınıb dağılma deyirsə, bəli, denudasiyona gedər. Çünki akkumulyasiya toplanmadı. Yer qabığının çökək sahələrində suxurların toplanması və səthin hamarlaşması. Bu artıq akkumulyasiyada toplanma və hamarlaşma. Yəni bir gedər denudasiyaya, 2 getmir. Hindqang, Orinoco, Küraraz, bel ovalıqlar. Ovallıq denudasiya deyil, akkumulyasiyadır. Yəni ovalıq bura gedəcək. Yayla isə bu tərəfə. Həm platforma sahələrində, həm seismik zonalarda yerləşir. Bu ortaya gedər. Nəyə görə? Çünki həm ovalıqlar, həm yaylalar platformada, həm də seismik. Məsələn, Meksika yaylası seismik zonada yerləşir. Orta Sibir yaylası platformada. Bu denudasiyaya aiddir. Akkumulyasiyaya aid biz deyə bilərik ki, Padan ovalığı, Küraraz ovalığı geosignalda yerləşir. Qərbi Sibir ovalığı platformada yerləşir. Ona görə D ortaya gedəcək. 5-də Qviyana, Meksika, Efiopiya, bəli, yaylalardır. 5 gedəcək bura. Hər üçü yayladır. 1, 5, E variantı. Olur bizim cavabımız. 50-ci suala baxaq. Şəkildə hansı proses göstərilmişdir? Burada gördüyünüz kimi dənizin dalğası quruya tərəf dəyir, daimi olaraq dəyir və o qədər ona təsir göstərir ki, daha sonra sahildə bir qaya parçası aşınıb dağılır. Bu da dalğaların dağıdıcı fəaliyyəti olan abraziya prosesinə aiddir. 52. Euler-Venn diaqramının əsas uyğunluğu müəyyən edin. Kar və düyünün müqayisəsini istəyir. Eol relyef forması düyünə gedir. 1. Eksogen proseslər hər ikisi eksogendir. Eksarasiyada kara aiddir, buzlağın dağıtıcı fəaliyyəti. 1-ə 3, 2-yə 1, 3-ə 2, 52-də C variantı. Sxemdə 3 fərqli məntəqədə sutkanın maksimum və minimum temperaturları verilib. Buna əsasən məntəqələri fiziki aşınmanın intensivliyin azalmasına görə sıralayın. Fiziki aşınmanın intensivliyin azalması ən çox amplituda hardadırsa, fiziki aşınma orada daha çox gedəcək, daha sürətli gedəcək. Məsələn, 23 dərəcə gündüz olur, 20 dərəcə gecə. Burada amplituda 3 dərəcə Selsidə sutkalıq amplituda. Yəni gecə və gündüz arasında o qədər temperatur fərqi yoxdur. 32 və 2, 30 dərəcəlik amplituda var. -4, -11, 7 dərəcəlik amplituda var. Əlbəttə ki, ikincidə fiziki aşınma daha sürətli gedəcək. Çünki səhralar üçün xarakterikdir. Gündüz çox isti, gecə çox soyuq. Birinci 2-də daha sürətli gedəcək. 2-dən sonra 1-də daha sürətli gedəcək. 2, sonra 1. Deməli, ən soyuq olan -4, -11-də fiziki aşınma gedə bilməz. Çünki demişdik ki, səhralarda olur temperaturun təsiri ilə. Ən az da 3-də olacaq. C variantı 53-də. 54. Suxurların fiziki aşınması hansı şəraitdə daha intensiv baş verir? Əlbəttə ki, səhralarda temperatur amplitudasının daha çox olduğu ərazilərdir. Ada deyir ki, quru iqlim şəraiti doğrudur. Sutkalıq temperatur amplitudunun yüksək olması tamamilə doğrudur. Belə rütubətli iqlimdə deyil, soyuq iqlimdə deyil, rütubətdə deyil, soyuq iqlimdə deyil. 55. 3 yarımkürədə yerləşən ərazilər. Amazon 3 yarımkürədə ekvator kəsir, şimal, cənub və qərb yarımkürəsi. Turan 2 yarımkürədə şimal və şərq. Orta Sibir şimal və şərq. Atlas dağları şərq, qərb və şimal. Şərqi Afrika yaylasını ekvator kəsəcək. Olacaq şimal, cənub və şərq yarımkürələri. Tian Şandi 2 yarımkürədə şimal və şərq. 1, 4, 5 D variantı. 56-cı sual.
Eyni Venn diaqramında Kordilyer və Ant dağlarının müqayisəsi. Aid olduğu materikin qərbində yerləşir. Bu hər ikisinə aiddir. Həm Kordilyer, həm Ant qərbdə yerləşir. Cavan dağlardır. Hər ikisi cavan dağlardır. Deməli, fəaliyyətdə olan vulkanlar, hər ikisində fəaliyyətdə olan vulkan var. Qərb yarımkürəsinin ən uca dağı, ən uca artıq Antda, Ant Kordilyerdən hündürdür. Şərq və qərb silsilələri arasında böyük hövzə Meksika, Kolorado bu artıq Kordilyerə gedir. Deməli, mərkəzində böyük hövzə yaylası, Meksika yaylası, Kolorado platosu var. 1-ə 5, 2-yə 4, 3-ə 1, 2, 3, C variantı. 59. Şelf düzənliklərinə aid olan xüsusiyyətlər. Materikin sualtı kənarında yerləşirlər. Yəni, bu fikir doğru fikirdir. Şelf düzənliklərinə materik ətəyi düzənliyi də deyilir. Xeyr, materik ətəyi ayrıdır, şelf ayrıdır. Yer səthinin sahəsinin yarıdan çoxunu tuturlar. Xeyr, yarıdan çoxunu tutmurlar. 1000-2000 dərinliklər, xeyr, 200 metrə qədər. Şelf düzənliklərinə, qədim çay dərələrinə və buzlaq relief formalarına rast gəlmək mümkündür. Bəli, olar. Olar, 5 düzdür. Meyliliyi az olmaqla akkumulyativ mənşəli tamamilə doğrudur. 1, 5, 6, C variantı. Desək ki, daha az hündürlüyə malik olan dağlar. Pamir 7000 metrdən yüksəkdir. Ural 1895 səhv etmirəmsə. Aplas 2037. Altay 4000 metrdən yüksəkdir. Kordilyer də 6000 metrdən yüksəkdir. 6194, 2, 3, 58-də C variantı. Fiordlar yer qabığının sınıb, aşağı çökmüş və faylarla əhatə olunmuş hissəsi. Xeyr, fiordlar ensiz dərin körfəzlərdir. Hündür sahillərə malik ensiz və sıldırımlı körfəz tamamilə doğrudur. İstehsal prosesinin fiorda heç bir aidiyyatı yoxdur. Tropik enliklərdə olmur. Yüksək enliklərdə olur. Əhali tərəfindən çoxsaylı bəndlər edə polder olacaq. Fiord deyil. Fiord oldu bir variant. Xəritə sxemdə işarələnmiş ərazilərə uyğun gələn böyük səhradır bu. Bu böyük səhradır. 1 qoyduğum böyük səhra. 2 Atakama səhrası. 3 Namib səhrası. 4 də Qərbi Avstraliyada, məsələn, burada yuxarıda böyük qumlu var, böyük Victoria, Sipson. Bunlar tamamilə səhralara uyğun gəlir. Baxın, burada da Mərkəzi Asiyada səhralardır. Baxın, moren deyil, moren buzun yaratdığıdır. Qum təpəsi olar, barxan olar, bir də düyün olar. 2, 3, 4 A variantı. Uyğunluq pozulub. Morfostruktur, morfoskulptur. Morfostruktur endogen proseslər nəticəsində yaranır, yəni daxili. Morfoskulptur isə eksogen. Dərin sulu okean novu. Nov morfostrukturdur, düzdür. Çay dərəsi morfoskulptur doğrudur. Doğrudur, bizdən pozulmanı istəyir. Bizdən yanlış istəyir, ona görə biz bunu götürmürük. Çünki pozulmuşdur, deyir. Dağlıq yayla. Dağlıq yayla, bəli, morfostrukturdur. Kars qıfı morfoskulpturdur, götürmürük. Vulkan konusu morfostrukturdur. Troq dərəsi morfoskulpturdur. Orta okean dağ silsiləsi əlbəttə ki, endogen proseslərdir. Morfostruktur, yarğan morfostruktur. Bu da doğrudur. Moren tirəsi morfostruktur deyil. Moren tirəsi buzlağın, yəni xarici proses nəticəsində yarandığına görə morfoskulptura getməli idi. Barxanı doğru verib, lakin moren tirəsi səhv verib deyə biz 5-i götürürük. 61-də olduğu E variantı. 62. Padan ovalığının Kür-Araz ovalığı ilə oxşar xüsusiyyəti. Dünya okeanına çıxışı, birbaşa çıxışı yoxdur. Padanda var. Geosignal qurşaqda yerləşir. Bəli, hər ikisi Alp-Himalay geosignal qurşağına yerləşir. Cavan platformada yerləşir. Xeyr, geosignalda yerləşirlər. Buzlaq relief formaları geniş yayılıb. Xeyr, biz Kür-Araza bunu götürə bilmərik. Qədim dağlarla, xeyr, cavan dağlarla əhatə olunub.
63-50 diaqramı verilib Himalay və Ural dağlarının müqayisəsi. Seysmik zonada yerləşən qırışıq dağlardır. Himalaya gedir. Ural artıq qədim faylı dağdır. Qədim dağ Uraldır. Avrasiya materikinə aid olub şimal və şərq yarım. Hər ikisi Avrasiyaya aiddir və hər ikisi şimal-şərq yarımkürəsində yerləşir. 1-ə 1, 2-2, 3-ə 3 variantı. 64. Kordilyer dağ sisteminə aid olan silsilələrdən deyil. Kaskad silsiləsi Kordilyerə aiddir. Sierra Nevada Kordilyerin cənubundadır. Sahil də Kordilyerə aid cavan dağdır. Qayalı Mezozoyda yaranmış Kordilyerin bir hissəsidir. Appalaç Kordilyerə aid deyil. Appalaç Şimali Amerikanın şərqində ayrı bir dağdır. 64-də olduğu E. 65-ə baxaq. Yəqin ki, bizdən uyğunluq istəyəcək 65-də. Denudasyon düzənliklər. Dekan yaylası denudasyondur. Amazon ovalığı akkumulyativdir. Mississippi akkumulyativdir. Turan da akkumulyativdir. Denudasyona sadəcə gedəcək dekan, qalan üçü isə akkumulyativ ovalığa gedəcək. 65-də C variantı. 66 verilmiş əlamətlər okean dibinin hansı relyef formasına aiddir? Azmeyilli səthi çökmə süxurlarla örtülüb. Böyük ehtimal şelf olacaq, çünki deyir azmeyillidir, çökmə süxur. Materik sualtı davamında 200 metrə qədər. 200 metrə qədər deyirsə, mütləqdir ki, şelf olacaq. Materik dayazlığı deyirsə, mütləqdir ki, şelf. Elə eynisi E variantında yazılıb. 67. Cədvəldə 5 fərqli dağ yamacının meylliliyi və illik yağıntı verilib. Yalnız bu şərtlər nəzərə alınarsa, torpaq sürüşməsi baş vermə ehtimalının daha az olduğu yamac. Az olduğu yamac deyirsə, daha az meyilli və daha az yağıntını biz götürməliyik. Məsələn, baxırıq 36% çox yüksək bir meyillilikdir. 12% aşağıdır, həm də yağıntı da azdır, 210 mm. 3-də 750 mm çox yağıntı var, meyillilik 25%, yəni burada sürüşmə ola bilər. 520 mm-də 18%. 2-yə nisbətən burada daha çox olacaq. Yəni fikir verin, 210, 520 yağıntı çoxdur, meyillilik çoxdur, bu 2-yə nisbətən daha çoxdur. Sürüşmə ehtimalı 690 mm-də yağıntı da çoxdur, meyilliyi də çoxdur ola bilər. Ən az yağıntının və ən az meyilliyin olduğu ikinci cədvəlin ikinci hissəsində sürüşmə ehtimalı daha zəifdir. Oldu 67-də B variantı. Cavan platforma üzərində yerləşən və alüvyal çöküntülərlə örtülü olan düzənlik. Deməli, bura gedəcək əlbəttə ki, Qərbi Sibir ovalığı 68. Çünki deməli həm bizə deyir ki, cavan platforma olsun. Cavan platformalar hansı idi? Qərbi Sibir, cavan platforma, Turan, bir də Ön Qafqaz. Bunlar cavan platformalardır. Qərbi Sibir həm cavan platformada, həm də ki, yəni çayları çöküntü gətirir olar. Efiopiya yaylası cavan platforma deyil. Mississippi ovalığı. Mississippi ovalığını biz cavan platformaya götürmürük. Kür-Araz ovalığı cavan platforma deyil, geosignaldır. Şərqi Avropa düzənliyi yenə cavan platforma deyil. Yəni yeganə cavan platforma burada Qərbi Sibir düzənliyidir. Cavan platforma deyəndə bu üçünü ağlımıza gətirək və ona uyğun testi işləyək. Hansı ovalıqda geotermik pillə daha kiçikdir? Geotermik pillə geosignallarda kiçikdir, platformalarda böyükdür. Bizə geosignalda yerləşən ovalıq burada yeganə Kür-Arazdır ki, digərləri platformadadır, Kür-Araz isə geosignalda yerləşir. 71-də Appalaç dağlarının səciyyəvi xüsusiyyətləri. Neotektonik hərəkətlər Appalaçda baş vermir. Neotektonik əslən cavan dağlarda baş verir. Güclü parçalanmaya məruz qalıb. Bəli, qədim dağda parçalanmaya məruz qalıb. Ən yüksək zirvəsi 2000 metrdən yüksək. Bəli, 2037 metrdə onun ən hündür zirvəsi Meyit-Çel. Alp qırışıqlığında yaranmış cavan dağ, xeyr, Kaledodan Hersində yaranmış qədim dağdır. Paleozoyda yaranıb, doğrudur. Aid olduğu materikin ən hündür dağı da səhvdir. Şimali Amerikanın ən hündür dağı deyil, ən hündür Kordilyerdir. 2, 3, 5 A variantı doğrudur. Mütləq hündürlükləri daha çox olan qədim dağlar. Ural Skandinaviya çox deyil o qədər də. 1895 Uraldır, 2469-da Skandinaviya. Tian Shan Altay, bəli, bunların hündürlüyü çoxdur. Yəni sonradan aktivləşmiş, fəallaşmış dağlar olduğuna görə hündürlükləri çoxdur.
Əjdaha böyük sayıcı qədim dağ hündürlüyü aşağıdır. Appalaç Ural qədim dağ hündürlüyü azdır. Böyük sayıcı Appalaç hündürlüyü azdır çünki qədim dağlardır. B variantı olur bizim cavabımız. Hansı dağlar paleozoyda yaranıb? Əjdaha paleozoyda yaranıb. Kopetdağ cavan dağdır. Appalaç paleozoyda yaranıb. Pamir cavan dağdır. Qafqaz Qafqaz cavan dağda olmaz çıxdıq. Böyük su ayrıcı qədim dağdır. Kaledon Hersin, Ural da həmçinin. Hər ikisi paleozoyda yaranıb. Kaledon Hersin dağ əmələ gəlməsində Alp və Ant cavan dağda götürmürük. Ant dağları haqqındakı doğru fikirlər. Cənubi Amerika və Nazca litosfer tabularının toqquşmasından yaranıb. Bu doğrudur. Fəaliyyətdə olan və sönmüş vulkanlar var. Həm fəaliyyətdə olan, həm də sönmüş. Litosfer tavaların divergent zonası yanlışdır, konvergent zonadır. Qədim faali dağlar yanlışdır, cavan qırışıq dağlardır. Doğru, yanlış, 74-də oldu. A variantı. 75. Gilli suxurların üstün olduğu səth üzərində şəbəkə şəkilli çatlar formalaşır. Bunlar da takırdır uşaqlar. Takırlardır, E variantı. Deməli, xüsusən də çox quraq ərazilərdə gilli səthli gilli suxurlar çatlardır. Tamamilə çatlardan ibarətdir həmin səth. Bu takırlar adlanır.